Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Anar Vaqif oğlu Əliyev, Naxçıvan xüsusi təyinatlarının briqada komandiri, Vətən müharibəsi qəhrəmanı, Polkovnik Leytenant Anar Vaqif oğlu Əliyev 1980-ci il avqust ayının 28-də Kəlbəcər rayonu Buyağlı kəndində müəllim ailəsində anadan olub. Anar körpə ikən biz Ağdərə rayonuna köçdük. Ağdərə rayonunun Levanar kəndində artıq 88-ci il hadisələri, Sumqayıt hadisələri başlayanda ermənilər bizi hədələmişdi. 88-ci ildə qaçqın düşdük oradan. Gəldik Bəyimsorov kəndində. Sonra 90-cı hadisələri, Xocalı hadisələri, bunlar hamısı uşaqların qəlbində dərin iz buraxdı. Düşmənə nifrət və onların o sevincli günlərini demək olar ki, əllərindən aldı. Buna baxmayaraq, Anar çox yaxşı oxuyurdu məktəbdə. O hərbi məktəblərə qəbul olub, xüsusilə də o kəşfiyyatçı olmaq arzusunda olanda çox narahat oldum. Onu fikrindən döndərə bilmədik. O dönə-dönə Qarabağ bölgəsində olub, Kəlbəcərdə olub. Düz onu biz birini dəqiq bildik, ancaq biz eşitdiyimizə görə sonralar eşitdik ki, o 6 dəfə düşmən arxasında fəaliyyət göstərib. Onu heç birini bizə demirdi. 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının silahlı qüvvələri bir neçə istiqamətdə Azərbaycan Respublikasına qarşı növbəti təxribatlar törətdi. Hərbi təxribatların qarşısını almaq məqsədi ilə silahlı qüvvələrimizin əks-hücum əməliyyatına başlamağın vacibliyini nəzərə alaraq, əlahiddə Ümumqoşun Ordu Komandanının sərəncamına əsasən döyüş əməliyyatlarında iştirak etmək üçün 11 oktyabr 2020-ci il tarixdə xüsusi təyinatlı komandanlığın əməliyyat tabiçiliyinə ezam olunmuş Anar Əliyev, Xocavəndin və Füzuli rayonlarının, habedə bu rayonların kəndlərinin, həmçinin Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. Oktyabrın 17-sində mənimlə telefonla danışdı, axırıncı dəfə. Ayın 20-si günü Anar 772 yüksəkliyinə göndərilir. Silahdaşlarının dediyinə görə Şuşa yolunun 8-10 kilometrliyindədir həmin ərazi. Orada 3 dənə təpəlik var, həmin təpəlikdən arasında üzümlük var. Onlar üzümlüklə qalxırlar. Təpənin başında çən var. Çənin yanına çatanda kimsə deyir ki, komandir buradan səs gəldi, qabaqdan səs gəldi. Heyəti yoxlayın deyir, özü qabağa keçir. 4-5 addım qabağa atanda gözünə işıq salırlar və qarşılıqlı atəş açılır. Həmin atəş nəticəsində Anar erməni vurub, erməni isə onu sağ qolundan vurub. Həkim baş leytenant Adil Əfəndiyev Anara tibbi yardım göstərmək üçün şığıyır. Ora çatan anda bir nəfər çıxır, bir qumbara satır. Hər ikisini də şəhid eləyir. Komandirlərinin şəhid olmasına baxmayaraq, o cəsur heyət geri çəkilmir, komandirlərinin nəşini ermənilərə vermir.
3 sutkadan sonra kömək gəlir, onun nəşini çıxardırlar oradan. 24-də axşam fəxri xiyabana getdi. Səhər tezdən Azərbaycanın himni və Müdafiə Nazirinin ateş sədaları altında fəxri xiyabanda dəfn olundu. Anarın şəhid olmaq xəbərini eşidəndə mən inanmadım. Çünki onun həddindən artıq peşəkar bir hərbiçi olduğunu bilirdim. Evlad valideynin canının bir parçasıdır və biz də bir parçanı itirdik. O nə qədər yüksək rütbəli olsa da, o 40 yaşına çatmış olsa da, mən hər zaman yatağıma uzananda Anarın o üşümüş ayaqlarını ətəyimdə, o arx kürəyini sinəmdə hiss edirəm. Çünki o mənim son beşiyim idi. Anar Əliyev Vüsalə Əliyeva ilə ailəli idi. Nigar və Əli adlı 2 övladları var. Həyatımızda hər zaman uğurlar olub, xoş günlər olub. Anarın rütbəsi ilə, vəzifəsi ilə, yəni gələn övladımız, həyatımızda hər zaman xoş hadisələr, xoş günlər olub. Bir komandir olaraq, bir zabit olaraq daha ciddi görünüşdə, daha ciddi xarakterdə bir insan idi. Amma Anar ailədə çox mehriban, çox, necə deyərlər, gülərüz, xoş xarakterdə bir insan idi. Mən həmişə atam işə gedəndə pəncərədən baxırdım, o maşına minənə qədər, maşın belə gedənə, gözdən itənə qədər izləyirdim atamı. Müharibəyə gedəndə də elə oldu. Günorta gəldi, bizdən görüşdü və üzündə də sevinç var idi. Sonra mən pəncərədən baxdım, amma atam bizə baxmadı, getdi və heç birimiz bilməzdik ki, bu gediş son gediş olacaqdır. O, döyüşə qatılan gündən döyüş hazırlığı üzrə qazanmış bilik və bacarığını hər zaman göstərməyə çalışıb. Belə ki, cəsur kəşfiyyat zabiti olaraq Anar Əliyev Füzuli rayonunun işğaldan azad olunmasında, hakim yüksəkliklərin ələ keçirilməsində və Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsində bacarığını göstərərək həmişə ən çətin tapşırıqları öz üzərinə götürüb. Anar Əliyev Xocavənd rayonunun kəndlərini və 772 metrlik yüksəkliyi ələ keçirməklə əsas yollar və yol kəsişmələrini nəzarətdə saxlayaraq düşmənin xeyli canlı qüvvəsini məhv eləmiş, habelə onun bir neçə zirehli texnikasını sıradan çıxarmaq tapşırığını uğurla yerinə yetirmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 3000 şəhiddən biri də Anardır. Allah'a şükür edirik ki, şəhidlərimizin qanı alındı, torpaqlarımız işğaldan azad olundu. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Vətən müharibəsi başlanana qədər Anar Əliyev 11 medalla təltif olunmuşdu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı göstərdiyi şəxsi şücaət və qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə Anar Vaqifoğlu Əliyev Vətən müharibəsi qəhrəmanı adına Vətən uğrunda Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Onun ruhu qarşısında baş əyirik. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıkları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.